Esselamu aleykum değerli müşterilerimiz. Elhamdülillah bu saatlarda, elə bu dəqiqələrdə daha bir müştərimizin deməli məzun sifarişini elhamdülillah yekunlaşdırdıq. Deməli müştərimiz, bəy müştərimiz ələxüsus cinsi zəiflikdən şikayətləndi və ona uyğun bir məzun istədi. Bizim şah məzunumuzu ona tövsiyə etdi, lakin belə deyək, ora daha bir ədviyyatı əlavə etməklə. Deməli, müştərimiz üçün şah məzunu hazırladıq, lakin oraya əlavə olaraq çiçək tozu qatdıq. Hansı ki, səhifəmizdə onun satışı ilə məşğuluq. Belə, əlhamdülillah, çox gözəl, orqanik, tam orqanik məzun alındı. Baxın, yəni, çəkisi, təxmini çəkisi 2 kiloqrama yaxındır. Bu 2 kiloqram bir kurs sayılır. Ələxüsus da bu havalarda, yəni payız aylarında bu məzunu mən sizə tövsiyə edirəm. Siz də alın, istifadə edin. Tək ki, nəinki cinsi zəiflik, digər problemlərdə və xəstəliklərdə də çox faydalıdır. İmmuniteti zəif olanlar, qan azlığı olanlar, daha sonra o qadınlar ki, onlarda qadın xəstəlikləri, problemləri var, folikulun yetişməsi, yumurtalıqlar və s. üzr istəyirəm bu problemlər. Kişilərdə həmçinin spermanın faizi, hərəkətlərin sayı və s. Daha sonra deməli qan azlığı qeyd elədim. Daha sonra beyni aydınlaşdırır, yorğunçuluq zamanı çox faydalıdır və digər gözəl faydaları var, bitməz faydaları var. Tərkibinə gedən bal deməli adından da görsəndiyi kimi səhifəmizdə satışını etdiyimiz balakən dağ səmən balıdır. Daha sonra bura əlavə etmişik beyləqandan gələn tam orqanik tut bəhməzi, tam orqanik. Daha sonra qırmızı jenşenin kökünü özümüz üyüdüb əlavə etmişik. Daha sonra xurma çiçəyinin tozu. Bunu xüsusilə qeyd edirəm. Xurma çiçəyinin tozu. Onu əlavə etmişik. Daha sonra həbəşi qarazirənin toxumunu üyüdüb, daha sonra zərdəsal və zəncəfil köklərini üyüdüb qatmışıq. Daha sonra az bir miqdarda 20-30 qram zeytun yağından istifadə etmişik və bir də ən sonda çiçək tozu. Hansı ki, arı onu çiçəklərdən toplayır. Onu biz üyütmüşük və qatmışıq bu məzunumuza. Çox gözəl, həqiqətən də qarşıma alınıb. Hər kəsə tövsiyə edirəm. Allah müştərimiz üçün xeyirli etsin. İnşallah istifadə edər və razı qalar. Məhsulun çəkisi, qiyməti və s. nə suallar varsa yazın, inşallah sizə xəbər verək. Esselamu aleykum və rəhmətullah.